Yalvarmaqdan yorulmuşuq. Da belə ki, yaşayış olmaz. Allah haqqı baxmırlar. Su basan vaxtı qonşular zəng elədi, yoldaşım zəng elədi, özüm zəng elədim fövqəladayə. Heç bir nəticə əldə eləyə bilmədik. Gecə də 9-da zəng elədi, 1-də zəng elədi, 4-də yarısı zəng elədi. Fövqəladə Hallar İdarəsinə heç bir nəticə əldə eləyə bilmədi. Sonra səhərsi qonşular yığışdı, hamısı icra hakimiyyətinə getdi. Yenə bir nəticə əldə eləyə bilmədi. Bir həftədən 10 gündən çoxdur, bax belə uşaqlar məktəbə belimizdə aparırıq, gəlirik, özümüz də bax bu vəziyyətdəyik. Bax. Bax, uşaqlar belə gəzir, baxın, baxın. Gələrsiniz, görüşərik. Bax. Bizim evlərin altı tamamilə suyun içərisindədir. Bir neçə yerdə şikayət edirəm, düzdür, müəyyən qədər tədbirlər görüblər. Ancaq real vəziyyət gördüyümüz qədər. Və gəlib gedən yoxdur. Burada heç yəni bir adam gəlib maraqlanmır. Gəlsinlər, baxsınlar, yuxarılara desinlər, görsünlər, gəlsin, su çəksinlər. Bir həftədə uşaqlar çıxmırlar çölə. Yəni sudan necə çıxsın? Mən bir dənə çəkimi almışam, çəkimi ilə gəlib gedirəm. Bir həftədə yəni uşaqlar çıxmırlar çölə. Xahiş edirəm, gəlsinlər, bura köməklik göstərsinlər.